Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz, traderlər, həmkarlar, iqtisadçılar. Biz səhər saatlarında siqnal kanalında siqnalları paylaşdıq və yəni hansı siqnalları paylaşdıq? Səhər saatlarında qızılda demək alış əməliyyatları 4736-dan take profit 4776-lara qədər. Deməli, hardasa deyək ki 30 dollarlıq bir yüksəlişlə take profit təyin elədi. Gümüşdə də 74-200-lərdə, Bitcoin-də 71-150-lərdə, Euro dollarda 1.16-500-lərdə, funt dollarda 1.34-200-lərdə. Deməli, 1, 2, 3, 4, 5 siqnal. Yəni 5 siqnalımız mükəmməl gəlirlə nəticələnir hal-hazırda. Yəni biz canlı olaraq baxa bilərik ki, bizim əməliyyatlarımız necə gedir. Baxın uşaqlar, trailing stopu sizə izah etmişdim. Yenə biz keçək sığortaya. Artıq gəlirə yaxınlaşır. Demək olar ki, bağlayıb bunu biraz yuxarı qaldıraq. Demək, baxın, burada gəlirlər var. Yəni nə qədər? Demək, haradasa 30, 33, 34 dollarlı. Deməli, biz haradasa belə deyək də, yəni take profit 30 dollarlıq təyin etsək belə, çox üzr istəyirəm, 40 dollarlıq təyin etsək belə, sadəcə bazarın sürəti vaxtı biraz yəni take profit qaldırırıq. Sığortanı nəzərə çatdırmaq istəyirəm. Sığorta bax budur. Biz elə bir stop lossla sığortaladıq, stop loss təyin edirik və gəlir varsa stop lossu qaldırırıq gəlirə. Burada deməli qızılda artıq gəlirdədir. Demək nə çox, nə az, hardasa 40 dollara az qalıb, 70 neçəyə qalxıb? Yəni 71-dir. 5 dollarda 74 dollardan sonra artıq 40 dollar tamamlanır. Gümüşdə də artıq gəlirlər, mükəmməl gəlirlər var. Biz elə bir ki, hardasa 75 take profitara qoymuşduq. Take profit'a qoymuşduq gümüşdə, demək 75-200-ə təyin etmişik. 75-200-ə, 75-160, demək olar ki, 200-ə yaxınlaşır. Bunu 200-ə endirə bilərik. 200-lər buralardadır. Sonra demək Bitcoin-da Euro dollardan artıq gəlirlə bağlandı. Funtun dollar rəqabətində yaxınlaşır. Gəlirə yaxınlaşır. Demək, əsasən də bir çox izləyicilər üçün maraqlı olan qızıldır və gümüşdür. Eyni zamanda Bitcoin. Bitcoin də qalxdı. Yəni, burada biz az öncə paylaşmışdıq. Demək, biz paylaşmışıq qızılda 23 dollar hələ ki gəlir var idi. Gümüşdə 500 pipsli, Bitcoin-da 400 pipsli, Euro dollarda 200, funt dollarda 200, Euro dollarda 100. Yəni, ümumiyyətlə, bugün 5 mükəmməl siqnal mənim fikrimcə bugün üçün bəs edər. Biz hal-hazırda baxaq görə qiymət hansı səviyyəyə qalxıb? 75-ə qədər qalxıb. Yəni, biz belə deyək, yəni bunu 76-lara təyin edək ki, yəni 77 oldu. 76-lara təyin edək ki, canlı olaraq, yəni dərhal götürsün. Burada aşağıdakı bu sell stopdur. Yəni bunu əgər bunu biraz uzaqlaşdırmaq lazımdır. Nə üçün? Ümumiyyətlə ləğv eləmək lazımdır. Sell stop varsa ləğv eləmək lazımdır. Nə üçün? Çünki yaddan çıxır qalır. Bir də görürsünüz gecə vaxtı qiymət yəni sürətlə aşağı düşəndə burada seli açır və qalxır yuxarı. Sonra səhər durursunuz ki, yəni bu nə idi? Nəyin nəsi idi? Baxın, hal-hazırda 73-lərə qalxıb, baxaq, artıq yəni bir neçə pipsdən sonra 75-76 oldu mənim fikrimcə. Biz deyəsən biraz yuxarı təyin eləmişik və 76 oldu da, hətta 76-lardan da yuxarı qalxdı. Biz deyəsən biraz yuxarı təyin eləmişik. Bəlkə biraz endirək aşağı. Buraya indirsə, biraz qaldırıq. Ay, bağladı. Bunu bağladı. Deməli, qiymət kifayət qədər qalxdı 76-lara. Mənim fikrimcə qalxdı 76. 76-70-lərə qalxıb. Baxın, uşaqlar.
Biz isə 76-lara təyin eləmişdik. Gümüşdə də deməli 75-200-lərə təyin etmişik. Yəni bu da artıq 200-ləri təyin etmişik, qiymət 300-lərdir. Bunu biraz istəyirsiniz çəkər aşağı gəlmir. Çox yaxın olanda gəlmir uşaqlar. Deməli, qızıl gəlirlə bağlıdır. Take profitlə bağlıdır. Gümüş də take profitlə bağlıdır. Demək, Euro da bağlıdır. Tək qalıb funt. Diqqətlə baxın, burada səhər saatlarında biz bunları paylaşmışıq. Saat 07:16-da paylaşmışıq. İndi saat 17:44-dür. Artıq bizdə 1, 2, 3, 4, 5 əməliyyat gəlirlə nəticələndi. Və bundan sonra nə olacaq deyəndə biz yenə əməliyyat verəkmi, verməyəkmi sualına gəldidə isə, yəni bu sürətlə qalxırsa əməliyyat verməyə dəyər. Yəni eksperiment üçün kiçik lotlarla bazara girib, yəni yoxlamağa dəyər. Euro dolar, funt doları yox. Yəni burada belə deyək də, yəni burada ən kiçik lotlarla girin, yəni əsas olan gəlirləri bağladınız. Bu sadəcə olaraq yəni uzun müddətli üçün, indi axşama qədər nə olacaqsa o olacaq. Yəni əsas olan odur ki, gəlirlə bağladı. Bu da funtun dolar rəqabəti də gəlirdədir. Əgər belə deyək də, ən yaxşı halda bunu da siz yəni sığortalaya bilərsiniz. Ən yaxşı halda sığortalaya bilərsiniz. Yəni bu da deyək ki, 5-ci əməliyyatıdır. Bunu sığortaladıq. Əslində nə qədər qalxıb? Hardasa 200 pipslik qalxıb. Biz isə biraz yuxarı təyin eləmişik. Hardasa 300 pipslik təyin eləmişik. Belə, xeyirli olsun hamımız üçün. Ümid edirəm, qrupda olan bütün traderlər bundan məmnun qaldılar. Yəni, 5 siqnalın 5-nə də girə bilməsəz, yəni ikisinə girsəz və yaxud da tək birinə girsəz, qızıla girsəz, mənim fikrimcə kifayət qədər yəni gəlirlidir. Hələlik inşallah görüşmək ümidi ilə sağ olun, var olun.